Azərbaycan Milli Elmlər Akademiyasının Mərkəzi Elmi Kitabxanasında tanınmış tarixçi və publisist, tarix üzrə fəlsəfə doktoru Musa Mərcanlının rəhbərliyi ilə nəşr olunmuş Azərbaycan Yeni Era, Tükənməz Xəzinə, Şirvanşahların Minilliyi, Dirçəliş, Başlanğıc, Daşları toplamaq vaxtıdır, Qarabağ Yeni Sətirdən və Şuşa, Zirvədən Uca adlı kitabların müzakirəsi keçirilib. Tədbiri giriş sözü ilə Azərbaycan Milli Elmlər Akademiyası Elm Yazımları İnstitutunun direktoru, akademik Teymur Kərimli açaraq tarix üzrə fəlsəfə doktoru Musa Mərcanlının zəngin yaradıcılıq yoluna nəzər salıb. Müzakirəyə təqdim olunan nəşrlərin elmi əhəmiyyətini vurğulayıb. Qeyd edilib ki, Azərbaycan, rus və ingilis dillərində nəfis tərtibatla çapdan çıxmış bu əsərlər ölkəmizin beynəlxalq miqyasda tanıdılmasına xidmət edir. Kitablarda zəngin faktoloji materiallar və fundamental elmi araşdırmalar əsasında Azərbaycanın maddi mədəni irsi, qədim tarixi, müasir inkişaf mərhələsi, dünya siyasətində əldə etdiyi uğurlar, eləcə də gəzməli, görməli məkanları geniş ictimaiyyətə təqdim olunur. Akademik Teymur Kərimli həmçinin bu nəşrlərin elmi və ictimai dəyəri nəzərə alınaraq Bakı Dövlət Universiteti tərəfindən 2026-cı il üzrə dövlət mükafatına təqdim edildiyini diqqətə çatdırıb. Sonra Bakı Dövlət Universitetinin sosial məsələlər tələbələrlə iş və ictimai əlaqələr üzrə prorektoru, filologiya üzrə fəlsəfə doktoru, dosent Əliş Ağamirzayev çıxış edərək Azərbaycanın mədəni irsinin, tarixi abidələrinin və nadir memarlıq nümunələrinin elmi əsaslarla tədqiqi, öyrənilməsi və təbliği məqsədi ilə universitetdə mədəni irsi araşdırmaları mərkəzinin yaradıldığını deyib. O, əməkdar jurnalist Musa Mərcanlının sözü gedən mərkəzə direktor təyin edildiyini bildirib. Daha sonra çıxış edən Memarlıq və İncəsənət İnstitutunun direktoru, Azərbaycan Milli Elmlər Akademiyasının müxbir üzvü Ərtekin Salamzadə elmi müzakirəsi keçirilən 7 kitabın müasir dövrün çağırışları baxımından son dərəcə aktual olduğunu deyib. Bildirib ki, bu nəşrlərin hər biri Azərbaycanın tarixi, mədəni irsi və müasir inkişaf mərhələsinin elmi əsaslarla təqdim olunması baxımından mühüm əhəmiyyət daşıyır. Dolğun təsəvvür yaradan çox saylı fotoşəkillər isə kitabları daha oxunaqlı edib. Fəlsəfə və Sosiologiya İnstitutunun direktoru Professor İlham Məmmədzadə çıxış edərək nəfis tərtibatı, yüksək bədii estetik görünüşü ilə seçilən nəşrlərin Azərbaycanın tarixini, mədəniyyətini, milli irsini və mədəni dəyərlərini dünyanın müxtəlif dillərində təqdim etdiyini bildirib. Qeyd edilib ki, bu kitabların hər biri yüksək poliqrafik keyfiyyəti, məzmunu dili ilə seçilir və bu da onların Azərbaycanı beynəlxalq arenada layiqincə təmsil etməsinə imkan yaradır. Tədbirdə Azərbaycan Milli Elmlər Akademiyası Fəlsəfə və Sosiologiya İnstitutunun direktor müavini, tarix elmləri doktoru Eynulla Mədədli, Amaya Tarix və Etnografiya İnstitutunun şöbə müdürü, tarix üzrə fəlsəfə doktoru Cəbi Bayramov və Beynəlxalq Avrasiya Mətbuat Fondunun prezidenti Umud Rəhimoğlu çıxış edərək nəşrlərlə bağlı fikirlərini bölüşüblər. Çıxışlarda kitabların milli mənəvi baxımdan dəyəri xüsusi qeyd edilib. Leyli Namiqızı, Ziya Xudiyev, Fərid Əşimov, Elm TV.